Salam əziz və dəyərli izləyicilərim. Dünən vaxtım olmadı. Mənim sevənlərim, canımda həmişə izləyib görənlər ki, mən Rəqsanə xanıma hər gün canımda dualar elətdirirdim. Həm özüm eləyirdim, həm dualar elətdirirdim. Ona görə dünənlərim hamısı mənə yazırdı. Məryəm xanım şad xəbər, Rəqsanə xanım çıxdı türmədən. Məryəm xanım şad xəbər. Dünən vaxtım olmadı video çəkim, paylaşım. Bilirsiniz ki, elə bir şey yoxdur ki, Məryəm xanım sizlərlə paylaşmasın. Şükür olsun Allahıma. İnanın ki, mən heç Rəqsanə xanımı nə yaxından görməmişəm, nə tanımıram. Düzdür, Azərbaycanda televiziya verilişlərinə çıxmışam, amma Rəqsanə xanımla rastlaşmamışam. Mənim əzizlərim, nəyə görə ən çox sevindim? Birincisi, heç kimə arzu eləmirəm. Heç kimin Allah qapısını türmə qapısından açmasın. Bu neçə vaxtı da dayanmadan dualar edirdik Rəqsanə xanıma. Mən dünyada hamı mərhəmətli ola bilər. Amma mənim anamdan mərhəmətli mən ikinci bir adam, ikinci gələ bilər. Amma birinci yerdə mənim anam ola bilər. Xanımlar, qızlarım, nazlarım deyirəm qrupumdakı xanımlarıma. Onlar bilirlər ki, mamam hər namazın üstündə hər birinə dualar eləyir. Və Rəqsanə xanımdan o xəbər gələndə heç ağzıma inanın almaq istəmirəm. Çünki heç bir xanım bunu haqq etmir, heç bir ana bunu haqq etmir. Hətta bəylərimizə də Allah oradan salmasın yollarını. Xanımlar bir mənalı şəkildə Allah qapılarını oradan, yollarını oradan salmasın. Allah heç kimə, hansı xanım olur olsun, kimliyindən asılı olmayaraq Allah qapılarını oradan açmasın. Və buna heç birimiz biz sığortalanmamışıq. Günü sabah mən də düşə bilərəm türmə qapısına. Mənə qulaq asan indi hansısa bir xanım heç vaxt deməyin ki, rusların bir yaxşı söz var, heç vaxt deməyin, heç vaxt. Bilmək olmur ki, kimin qapısı oradan düşə bilər. Bir sağlığımız, sağlam yaşamağımız sığortalı deyil ki, heç vaxt şikəst olmarıq, heç vaxt xəstələnmərik. Bir də türmə qapısı. Onu deyim ki, anam elə bir gün yox idi ki, namazında dualar eləsin və bir gün sevinə-sevinə biz nəsə xəbər olmuşdu. Biz içəri girəndə otağa, mama da namazın üstündə zikirlərini eləyirdi, belədir. Buraxdılar Rəqsanəni. Dedik mama yox. İnanın ki, yəni bunu bir Allah şahiddir. Ən çox nəyə görə? Heç Rəqsanə xanımın özünə görə yox. O Aysun balanı, niyə Aysun deyirəm, qızım yaşladı. Yəni mənim Nastinkamı, məndə belə bir xarakter var. Kimisə deyə bilmərəm, mən öz xarakterimi deyirəm ki, mən həmən insanın yerinə istər ağır xəstə olsun, istər kasıb bir insan olsun, istər ərindən boşanmış, istər nə bilim yaralanmış bir insan olsun və istər türmədə olan insan olsun. Mən həmən o insanın yerinə özümü qoyuram. Onun balalarının yerinə öz balalarımı qoyuram. Öz xasiyyətimlə də bacara bilmirəm. Düzdür, bu yaxşı xasiyyət deyil, yaxşı xüsusiyyət deyil, amma özümlə bacara bilmirəm. Mən bilirdim ki, Aysun nələr çəkir. Canımda da bunu dəfələrlə canını açanda deyirdim ki, heç hamısına görə pis olurdu.